Mənə birisi oxumayım, Allah'ın dostu, mənə ağırca nədir? Bir insanın, məsələn, vəqədən danışın, bax, Bereşdən də olsun, bax, mən böyükündə o 6 ay yetimə vaqa baxırdı da, düzdür, mən də köməkli edirdim, amma ən böyük üstünlük ondaydı. Çünki vaqanın fanatları çoxdur, işi də yaxşı idi, işləyirdi, başlıca bütün gecənin canında olurdu, səhər günüz də yatırdı, bir dənə ikiləri tatsın eləyirdi, o yan bu yan. Nəsə ki, axırcı uşaqlar da yola verirdi də. Və onun işi ilə taksinin işi fərqlidir də. Hər bir kəs, istəyir siz olun, istəyir mən olun, hər bir kəs başa düşə bilir, bilə bilir. Yəni, biri var sənət, biri var taksi. Yəni, o böyük köməkdir, böyük dayaqdır. O dayaq elə bir gedibdir, indi böyle 6 dənə uşaq. Düzə, biri bir anası saxlayır, biri bir anası saxlayır. Amma 4 dənəsi şəxsə mənim üstündədir. 4 dənə uşaq şəxsə mənim üstündədir. Birinin 10 yaşı, birinin 12 yaşı, o birisinin də 15-14 yaşı, belə deyək də. Qız oğlan nəvələr. Hamısı mənim üstündədir. İndi o burada olanda onların hamısı bütün onların əzəb-əziyyətini o çəkirdi. Hamısını o çəkirdi. Bir dayı kimi, əmi kimi o eləyirdi. İndi o da yoxdur. Bizə qalmış belə də. Firuzda xanımın da müalicələri? Allah'ın hamd olsun, onun yəni ki, iğnə dərmanı, yəni biri var yüngül variant. Yüngül variant olsaydı, nə xoş. Nə xoş. Mən dünən gecəni səhərə qədər yatmamışam. İşte 10 yatmamışam. Damarlar tutulur. İğnə dərmanın vaxtı çatır. Hamısın. Mən özüm elə bir şey, mənim yoldaşım necə, prezidentski şeydir də, təqaüdçüdür. Yəni, onkoloji cəhətçidir. Mən ona baxıcı kimiyim. Mən səhərə qədər yatmıram, Allah'ın dostu, yatmıram. Yəni, vəziyyət budur. Yəni, mən demirəm, öyle iməndə pastildadır. Yox, pastilda deyil. Gəzirlər, onu ürək-dirək də verirəm. Sən onu rifahın qaldırmaq, həmişə xoşlayırım ki, qaldırım rifahın. Ki, sən yaxşısan, sən gözəlsən, sən bir nərəsən, hər tərəfli. Amma fakt budur da. Fakt budur ki, məsələn, belənsidir də, deyilikdir. İndi mən yaşadıqca görürəm ki, həmin şeylər yavaş gəlir. Deyilən şeylər gəlir. Dolanışıq çətindir, Nazim kişi, əlbəttə. Mən yeni deyirəm də, deyilis 4 dənə uşaq var, 4 uşağa baxmaq, xanıma baxmaq. Firuzda 2 həftədən bir vaqanın yanına getmək, mən də bilirəm ki, siz bazarlıq elədiyiniz... Yox, mən ona görə bilmərəm ki, yox, mən 2 həftədən bir gedə bilmərəm. İnan ki, anasının bağırı satlayar, Allah'ındır, yox. Yəni, bizim tək gözümüzün ağrısı bir dağıma qaldı da. Bir dənə yox, odur, şu. Vaqa ümumiyyətlə xarakterizə necə bir adam idi? Biz onu biraz humoristik görmüşük, amma onu tənə adamlar deyir ki, həyatda tamam başqa cür insanlardır. Həyatda çox real, çox. Yəni, çox skromlu, çox belə bir təmkinli, çox belə, yəni, dursun, belə giz hərəkət edərsin, yox. O, indi o canlıdır, o sevənlər onu gözəl bilir. Yanına gələnlər də gözəl bilir, yanına gələnlər də gözəl bilir. Ki, vaqa necə bir insan.